Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konferans zalında Qərbi Azərbaycan icmasının Basarkeçər rayon icmasının təşkilatçılığı ilə əslən Basarkeçərdən olan və 2025-ci il ərzində müxtəlif sahələrdə uğur qazanmış gənclərlə geniş tərkibli görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışlarından ibarət video çarx nümayiş etdirildi. Basarkeçər rayonun kəndlərini əks etdirən video təqdimat iştirakçılara təqdim olundu. Tədbiri giriş sözü ilə açan Basarkeçər rayon icmasının sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov bildirdi ki, tədbirin əsas məqsədi il ərzində müxtəlif sahələrdə uğur qazanmış gənclərin nailiyyətlərini qeyd etmək və onların fəaliyyətini stimullaşdırmaqdır. O vurğuladı ki, ümumilikdə 70-ə yaxın gəncin uğurunun qeyd olunduğu bu görüşdə xüsusilə idman sahəsində fərqlənənlərin sayı çoxluq təşkil edir. Tədbirimizdə Basarkeçərdən olan uğur qazanmış gənclər haqqında bir məlumatlar verilibdir. Təxminən 70-dən çox gəncimiz uğur qazanmışdır. Bunların içərisində elm sahəsində, tədrisdə, idmanda, incəsənətdə, karyera sahəsində çoxlu uğurlar qazanmış gənclərimiz var. Biz bunlar barəsində məlumat verdik və həm də onları təbrik edirik. Məqsədimiz də ondan ibarətdir ki, həm bu gənclər bir-birini tanısın, bizlər onları tanıyaq və onları həvəsləndirək ki, gələcəkdə belə uğurlu gənclərimizin sayı çox olsun ki, bunlar da bizim ölkəmizin, vətənimizin inkişafına dəstək versin. Basarkeçər gənclərinin və burada özəlliklə burada yaşayanların inkişafında onların birinci bu genetikası mühüm rol oynayır. İkincisi isə ailədə, cəmiyyətdə, dəlim Qərbi Azərbaycan haqqında düşüncələr, fikirlər çox mühüm rol oynayır. Bilirsiniz, Qərbi Azərbaycan toplumunun bir neçə özəllikləri var. Onlardan biri ondan ibarət ki, bunlar bir dövlətçi toplumdular. Dövlətini çox sevərlər. İkincisi, bunlar təhsilə, elmə, sənətə çox böyük dəyər verərlər. Və bu ənənə çox sevindirici haldır ki, onlar burada da davam eləyir, belə deyək, Azərbaycanda da davam eləyir və davam da eləyəcəkdir. Daha sonra çıxış edən icmanın Ağsaqqallar Şurasının sədri, akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmir Aslanov Azərbaycan gənclərinin hər zaman ictimai fəallıqları ilə seçildiyini bildirdi. O, gənclərin cəmiyyətin inkişafında əsas hərəkət verici qüvvə olduğunu və onların təşəbbüskarlığının ölkənin gələcək inkişafına mühüm töhfə verdiyini qeyd etdi. Onu qeyd eləmək istəyirəm ki, doğrudan da çox vacibdir. Vacibdir ki, belə uğur qazanmış tək gənclərimiz yox, bütövlükdə o bölgədən olan insanların qazandığı uğurları qeyd eləmək vacib məsələdir. Həm bizim hər birimizin xəbərimiz olsun ki, bizim soydaşlarımız hansı uğurlara imza atıbdır. Həm də mən hesab edirəm ki, o insanlar üçün, o gənclər üçün də bu gözəl bir stimul olacaq ki, gələcəkdə bu istiqamətdə fəaliyyətlərini genişləndirsinlər. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Basarkeçər rayonunun Qərbi Azərbaycan tarixində və ictimai həyatında xüsusi yer tutduğunu vurğuladı. Basarkeçər bölgəsinin Qərbi Azərbaycanda Azərbaycanlıların ən sıx yaşadığı rayonlardan biri olmaqla yanaşı, həm də geniş coğrafiyanı əhatə edən böyük mahalın tərkib hissəsi olduğuna diqqət çəkdi. Bu silsilədən tədbirləri keçirilməsi də qanuna uyğundur, çünki Basarkeçər rayonunun bütövlükdə Göyçə mahalının Qərbi Azərbaycan tarixində və bütövlükdə Azərbaycan tarixində rolu, yeri, xidmətləri və bu coğrafiyadan çıxan insanların xidmətləri kifayət qədərdir. Biz hamımız bilirik ki, Sovet dövründə, mən burada böyük fəxrlə adlarını çəkmək istəyirəm, bizim mərhum Yunus Rzəyevin, Qaşam Aslanovun, Tapdıq Əmir Aslanovun, Səfiyar müəllimin, Talib Museyevin, yəni saymaq çox olar və bugünkü günün özündə hörmətli Əhliman müəllimin həm
Azərbaycan dövlətçiliyində və Qərbi Azərbaycanlılara himayə durmaq baxımından xidmətləri əvəz olunmazdır və bu insanlarla həm dünən, həm bugün, həm də gələcəkdə bizim soydaşlarımız fəxr eləyiblər və fəxr eləyəcəklər. Və bizim bilirsiniz ki, Basarkeçər rayonu Azərbaycanlıların ən çox məskunlaşdığı Qərbi Azərbaycanda rayon olubdur. Mahal kimi də təbii ki, bu 5 rayonu əhatə edən ən böyük mahaldır və tarixi baxımından da Göyçə mahalının tarixi kifayət qədər qədimlərə gedib çıxır. Yəni Göyçə mahalının bütövlükdə Qərbi Azərbaycan tarixində yeri, mövqeyi və bütövlükdə Azərbaycan tarixində yeri, mövqeyi çox yüksəkdir və ali məktəblərə qəbul olunanların sayı sırasında da həmişə Basarkeçər rayonu fərqlənibdir. Elə Qərbi Azərbaycan icmasının formalaşmasında, təşkilatlanmasında, fəaliyyətində də Basarkeçər rayonu öz töhfəsini həmişə veribdir. Sonda Əzzəl Əkbərli Qərbi Azərbaycan icmasının fəaliyyətinə töhfə verən hər kəsə təşəkkürünü bildirərək bu istiqamətdə görülən işlərin daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Digər çıxış edənlər millət vəkilləri Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini Qaya Məmmədov gənclərin əldə etdiyi uğurların ölkənin inkişafına verilən töhfə olduğunu bildirdilər və onların potensialının daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Natiqlərin sözlərinə görə hər bir gənc qarşısına məqsəd qoymalı, bu məqsədə çatmaq üçün əzmlə çalışmalı və heç bir çətinlik qarşısında geri çəkilməməlidir. Qalib Azərbaycanın inkişafı onun hər bir vətəndaşının üzərinə ciddi vəzifələr qoyur. Bu həm cəmiyyətimizin daxilində, həm də beynəlxalq münasibətlər sistemində, yəni peşəsindən, mənsəbindən asılı olmayaraq hər birimizin üzərinə düşən o vəzifələri layiqincə yerinə yetirmək bizim hər birimizin qarşısında duran vacib bir məsələdir. Bu mənada Qərbi Azərbaycanlı kökənli gənclərin, eləcə də orta nəslin, yəni hər birimizin bu və digər şəkildə uğurla gündəmə gəlməsi 2 qat sevindiricidir. Çünki bu bir tərəfdən bizim milli bağlılığımızı göstərir, digər tərəfdən isə qalib dövlətimizin inkişafına töhfə vermək əzmini. Biz bugün Basarkeçərdən olan gənclərin, uğur qazanmış gənclərin o uğur sevincini bölüşmək üçün bir araya gəlmişik. Həm onların mükafatlandırılması mərasimi, həm də onların gənc olmasına baxmayaraq qazandıqları o uğur təcrübəsini dinləməyə. Bu nəyə görə vacibdir? Ulu Öndər Heydər Əliyev deyirdi ki, tarixini bilməyən xalqın gələcəyi yoxdur. Deməli, biz öz kökümüzü, öz milli dəyərlərimizi öyrənib, inkişaf elətdirib, gənc nəslə ötürməliyik ki, gələcəyimizi daha möhkəm özürlər üzərində quraq. Tədbir çərçivəsində bir sıra gənclər də çıxış edərək qazandıqları uğurlar, əldə etdikləri təcrübə və gələcək hədəfləri barədə fikirlərini bölüşdülər. Çıxış edənlər arasında idman sahəsində nailiyyət qazanan Leyla Camalzadə, təhsil sahəsində fərqlənən Murad Əliyev, sosial fəaliyyət və liderlik istiqamətində uğur qazanmış Nicat Əliyev, eləcə də karyera və peşə sahəsində uğur əldə etmiş Başxanım Mahmudlu yer aldılar. Hal-hazırda doktorantam və doktorant olduğum üçün müəyyən elmi işlərim olub, məqalələrim olub, konferanslarım olub. Hətta keçən il düzdür qatıla bilməmişdim tədbirə. Keçən il Qərbi Azərbaycan Qafan rayonu üzrə tədbir oldu, müsabiqə oldu. Müsabiqədə birinci yerə çıxaraq fəxri fərmanla təltif olundum. Yəni bu gözəl hisslər belə deyək də bizi özüm orada olmasam belə, Qərbi Azərbaycanda olmasam belə, yəni insan istəyir ki, orada təkrar dönsün, oraya getsin. İnşallah qismət olar. Gələcəkdə öz dədə-baba torpaqlarımızda qeyd edəcəyik bu gözəl tədbirlərimizi. 2025-ci ildə Neftçi komandası ilə Azərbaycan çempionu oldum, 17 yaş qrupuyla. Bundan təəssüratlarım çox sevincliyəm, çox qürur duyuram ki, mən Göyçəliyəm. İnşallah gələcəkdə də öz kəndimi, rayonumu təmsil edərəm. 2023-cü ildən bəri bir çox beynəlxalq və yerli yarışlarda iştirak eləmişik və bir çox böyük uğurlar qazanmışıq. Bunlardan biri də 2024-cü ildə Türkiyə Antalya şəhərində keçirilən Teknos 2024 yarışmasında qazandığımız birinci yerdir. Bu yarışda qazandığımız kubok və medalı bizzat Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən bizə təqdim olunmuşdur. Digər böyük uğurlarımızdan biri isə 2025-ci ildə keçirilən Fibonacci beynəlxalq yarışında qazandığımız birinci yerdir. Biz bu yarışda 2 kateqoriya üzrə birinci yerə çıxmışıq. Bunlardan biri Hestek, digəri isə Softek kateqoriyasıdır.
Və qarşıda bizi bir çox beynəlxalq və yerli yarışlar gözləyir və biz inanırıq ki, bu yarışlarda layiqincə iştirak edib, böyük uğurlar qazanıb ölkəmizi və Göyçəmizi təmsil edəcəyik. Sonda 2025-ci il ərzində müxtəlif sahələrdə uğur qazanmış ümumilikdə 70-ə yaxın gənc Basarkeçər rayon icması tərəfindən təltif olundu. Qeyd edək ki, geniş tərkibli və yüksək təşkilatçılıq səviyyəsi ilə seçilən Basarkeçər icması tərəfindən keçirilən bu tədbir artıq ənənə halını alıb və gənclərin əldə etdiyi uğurların ictimaiyyətə təqdim olunması, onların gələcək fəaliyyətinə stimul verilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.